Təbii ki, sözüm meyxanaçı Samirədir. Samirə xanım, siz yaxşı qadınsınız, zəhmətkeş qadınsınız, zəhmətkeş anasınız. Çox təəssüf ki, siz Fərəh kimi qıza çörək vermişsiniz. Mən Fərəhə deməyəcəm, bir sözüm yoxdur Fərəhə. Çünki o tərbiyəsizdir. Elə tərbiyəsiz adama mən söz deyə bilmərəm. Mənim sözüm sizədir, Samirə, meyxanaçı Samirə. Yadınızda saxlayın ki, bu sosial şəbəkə deyilən bir platforma var ha. Orada hamı var. Dövlət başçısı da var. Dövlət başçısının həyat yoldaşı da var. Övladları da var. Nəvələri də var. Bu platformada professorlar da var. Akademiklar da var. Bu sosial şəbəkədə mən, Sara Səfra da varam. Və sənin qızın, tərbiyəsiz qızın deyir ki, kim ki sənin arxonca danışır, arxuvu yesin. Samirə xanım, kərə yağı alarsan, çəkərsən həmin o yerə, o puxa yaxın olan, nəcisva yaxın olan yerə çəkərsən, verərsən, qızın yesin Fərəh. Şokolad alarsan, məhz Kəmalə Günəşinin o arxası var ha, məhz puxa yaxın olan yerə, nəcis olan yerə çəkərsən onu, Fərəh yiyər. Sən kimsən ki, deyirsən ki, onun orasını yesinlər. Bura dövlət başçısının ailəsi baxır. Bura, nə bilim, kimlər, din adamları baxır, axundlar baxır. Bu sosial şəbəkədə yenə də deyirəm, bizim ziyalılarımız var. Bu nə qədər tərbiyəsizlikdir, bu nə qədər özbaşınalıqdır. Həkimdən narazı olanda Səhiyyə Nazirliyinə müraciət edirik. Polisdən narazı olanda Daxili İşlər Nazirliyinə müraciət edirik. Həmən nəticə olur. Mədəniyyət Nazirliyi, hörmətli nazir, Mədəniyyət Naziri. Siz hara baxırsınız? Bu nə deməkdir? Bu küçədən keçən gəlib oturub efirdə. Indi hələ sosial şəbəkədən danışmıram, hələ efirləri deyirəm. Bunları pəhpəhlə, hərəsindən nə var? 3000 paketə qoyub pul verəcəklər bunlara, 2000 paketə pul qoyub verəcəklər. Bunları tərifləyə gətirib qoyublar bizim başımıza. Yenə də deyirəm Samirə, meyxanaçı Samirə, bu sosial şəbəkədə dövlət başçısının ailəsi də var. Get, yağ al, çək, ver qızın yesin. Bildin də hara çəkəcəksən. Nəcisə yaxın yerdən elə yağı, şokoladı çək qızın yesin. Tərbiyəsiz. Heç kim bunu efirə çağırmalı deyil. Heç kim bu adamı efirə çağırmasın. Belə tərbiyəsizlərə. Sən kimsən? Belə çıxır ki, mənim anam, atam, mənim doğmalarım Kəmalə Günəşinin arxasını zadləməlidir. Kəmalə Günəşinin arxası şirindir. Yağla, balla çəkib yeyərsən.